Salam, vaxtınız xeyir olsun əziz şagirdlər. Bugün belə bir məsələ həll edəcəyik. 2 velosipede 144 manat pul verdilər. Deməli, bu aydır bizdə 6-cı sinif. Namazov qiymətləndirmə tapşırıqlarına. Deməli, 2 dənə velosipede ödənilib. Birinci velosiped yazırıq. Mütləq uşaqlar, əgər bir misalı həll eləmək istəyirsinizsə, mütləq özünüz üçün belə qeydlər aparmalısınız. Birinci velosiped, ikinci velosiped. Hansı şagirdlərim ki, özü üçün bu cür qeydlər apararaq yazır və həllini bu şəkildə aparır, həmin şagirdlərimdə də problemsiz bir şəkildə həlli var. Birinci velosiped, ikinci velosiped. Biri X-dir, o birisi Y-dir. Hər ikisini ödəyib, deməli 144 manat pul. Birinci velosipedin qiymətinin 35%. Gəlin birinci velosipedin deməli X-in 100%, 35% A ilə işarə edək. 35%. Deməli 35x bərabərdir 100A, x bərabərdir 100A bölünsün 35. Hər ikisi 5'ə ixtisar getsə, deməli burada qalacaq. Daha doğrusu hər ikisi 5'ə ixtisar getsə, burada qalacaq 20, burada qalacaq 7A. Yəni x bərabərdir 7'də 20A'ya. X 7'də 20A'dır. O zaman deyir ikincinin 25%'nə bərabər olacaq. Gəlin ikincinin də 25%'ni tapaq. Bu da özlüyündə 100%'dir. B götürək burada. Bu 25%'dir. B bunun 25%'dir. Deməli 25Y bilirik ki, çarpaz vurmaq lazımdır. Əziz şagirdlər, çarpaz şəkildə vururuq. 100B-yə. Y bərabərdir 100B bölünsün 25'ə. Bu da bərabərdir 4B-yə. Deməli, biz burada B-ni də tapa bilərik. Çünki bizə B hissəsi lazımdır. 25% bir-birinə bərabərdir. Bunun üçün biz belə eləyəcəyik. B bərabərdir 100, daha doğrusu 25 bölünsün 100'ə. Bu da bərabərdir 4'də 1'ə. Eyni şəkildə burada da 7'də 20 yox, 20'də 7 alınacaq. Yəni A'mız 20'də 7 alınacaq. O zaman deməli bizə əsas vacib hissələr, deməli bir dəqiqə, bizə əsas vacib hissələr bunlardır. Özümüz üçün rəngləyək. Daha sonra vacib hissə budur. Bunu rəngləyək. Çünki bunlar bizə lazım olacaqlar. Bu B və A. Çünki bunlar bir-birinə bərabərdirlər. Deməli, biz burada nəyi götürürük əsas? Əsas bizə lazımdır ki, 27'də A, deməli A'mız bərabərdir buna. Yəni bunun yanında X olmalıdır. Bunun yanında da Y olmalıdır. 4'də 1 X bərabərdir. 4'də 1 X yox, 4'də 1 Y bərabərdir 20'də 7 X-ə. Çarpaz şəkildə vururuq bunları. Bunun məxrəcinin, digərinin sürətinə. Deməli, o zaman olur 28X bərabərdir 20Y. Hər tərəfi ixtisar eləsəm mən 4'ə. Qalacaq burada 7x bərabərdir 5y. X-i tapmaq üçün 5y-i 7-yə bölə bilərəm. Böldüm.
Aha, x'im var, y'im də var. X plus y bərabərdir 144. X'in qiymətim varımdır. 5y bölünsün 7 üstə gəl y bərabərdir 144. Hər tərəfi 7-yə vuracam. 5y üstünə gəlinsin 7y bərabərdir 144 vurulsun 7. Mən burada indi 144'ü tam şəkildə vurmayacağım 7'yə. Bilənlər, başa düşənlər bilər niyə vurmadım. Bunu axırda görəcəksiniz. 147 vurulsun 7 bölünsün 2. Səbəb o idi ki 144 12'nin belə deyək də kvadratıdır. Ona görə də vurmayıb rahat şəkildə ixtisar eləsək daha rahat cavab taparıq. Deməli y'imiz bəlli. İndi qaldı nə? X'i tapmaq. X plus y'imiz də 144 idi. Y'imiz 84 olduğuna görə x üstünə gəl 84 bərabərdir 144. X'imiz də bərabərdir 60. Deməli 60 manat verib birinci velosipedə, ikinci velosipedə verib 84 manat. Belə. Ümidvaram ki, yəni çətin bir şey olmadı. Burada da mən yenə də düzəliş edim həmin hissəyə. Belə deyək də, bizə əsas lazımdır. Necə deyərlər, A-nı tapmaq, belə deyək də, bizə B neçədir, onu tapmaq lazımdır. Ona görə bu tip misallarda biz B-ni tapacağıq. 35x bərabərdir, yenə 100A olur. Sadəcə olaraq burada x yox, A-nı tapacaq. A-nı tapanda da 35x bölünsün 100 olur. A-mız da bərabər olur 7 bölünsün 20x'e. Bunlar deyir, bunun da deyir 20%, yəni 20% budur da. Bax budur. Bax işarələmişəm, bax burada sarı rənglə. Yəni bu 20%, daha doğrusu 35%dir. Bunun 25%, bax 25% də bu hissə idi. Bərabər olduğuna görə 27'də x'i bərabər elədim 4'də 1 y. Burada A yazmışam, bu sizi çaşdırmasın. Bu A'nın qiymətidir sadəcə olaraq, yəni. A'nın qiymətidir. Bu belə. Ondan sonra bu da B'nin qiymətidir. B'nin qiymətidir ki, belə deyək də, biz onu da yerinə qoyduq. Yəni bu 25% düşən hissədir. Yəni ki, görürsünüz burada B 25%-ə bərabər eləmişəm. 25% olan hissədir, A 35% olan hissədir. Yəni A'nın qiyməti ilə B'nin qiyməti bir-birinə bərabərdir. A'nın qiymətini tapmışam bunu, B'nin qiymətini tapmışam 4'də 1 y. Yəni bu hissəni. Bunları bir-birinə yuxarıda bərabərləşdirmişəm. Bərabərləşdirdikdən sonra da, yəni çarpaz şəkildə vurub tənliyimi almışam. Tənliyimi aldım və buradan da x'in qiymətini tapdım. X'in qiymətini tapdım. Sonra belə deyək də, x'in qiymətini tapandan sonra gətirdim. Axı 2 dənəsinin cəmi 144 edirdi. X'in qiymətini tapandan sonra gətirdim, qoydum yerinə. Bu belə deyək də 144'ə bərabər elədim. Burada niyə 7'yə vurdum? Çünki kəsirdən azad etmək üçün hər tərəfi 7'yə vurmaq lazımdır. 7 7'yə bölünür. Bir dəfə 5y. 7 bölündü. Burada 1'dir. 7'yə y yazdı. 7 vurulsun y. Burada da yoxdur, 1'dir. 7'ni 44'ə vurdum. Yəni o 1 yazılmır. Şagirdlərimə başa salmışam bunu. Əziz şagirdlər, sizə artıq başa salmışam bunu. Burada y idi. Vurduq. Yəni kəsirlərin toplanmasında bunu bilirsiniz. O zaman vurduq. 144'ü 7'yə vurmadım. Nəyə görə? Çünki 144 12'yə tam bölünəcəkdir. İxtisar aparmaq üçün vurmadım. Bir də elə ixtisar apardım. Belə daha rahatdır. Yəni 12'ni 7'yə vurmaq daha rahatdır. Nəyə ki 144'ü 7'yə vurmaq. Belə misallarda saxlayırıq. Vurmuruq. Aha, x plus y bərabərdir 144. X üstə gəl 84 144'ə bərabərdir. X bərabərdir 60'a. Deməli, x'imiz 60'dır, y'imiz də 84 manat. Həqiqətən də indi baxın. Baxın, gəlin bunu isbat edək. Deyir ki, birinci, yəni x'in 35%-i. Gəlin 60'ın 35%-ni tapaq. 60 100%-dir. Bunun x 35%-dir də. Tapanda nə olur? 60'ı vururam 35'ə, bölürəm 100'ə. Hər ikisi
5-ə gedir 20 dəfə, 5-ə gedir 7 dəfə, 60 20-yə bölünür 3 dəfə, eləyir 21. Deməli 21 eləyir 60-ın 35%. Digərinin də 25%. Yəni 84-ün də 25%-ni tapır. 84 özü 100%-dir. X 25%-dir. Vuranda 84 vurulsun 25 bölünsün 100-ə. Bu da bərabərdir. 100-ə bölünür 4 dəfə, 84 4-ə bölünür 21 dəfə. Əziz şagirdlər, gördünüz? Yəni isbat elədik. Həqiqətən də, yəni birinci ədədin 35%, ikinci ədədin 25%-nə bərabərdir. Hər ikisi 21-dir. İsbatımız oldu mu? Alındı mı? Bəli. Yenə deyirəm, diqqətlə, yavaş-yavaş, asta şəkildə, hissə-hissə dinləməklə tənlik quracaqsınız. Çünki sizdən bu istənilir. Bilirəm, rahat deyil. Amma siz rahata doğru getmirsiniz. Siz artıq 7, 8, 9, 10, 11-ci siniflərə doğru gedirsiniz. Yəni, buraxın o ibtidai sinifdə öyrəndiyiniz misalların, belə deyək də, o bu havadan çıxın artıq. Çox rahat gəlirdi. Çünki bəzilərinizdə yüksək zəkanız var idi, sizə rahat gəlirdi. Amma artıq onlardan keçin. Artıq daha samballı misallar, samballı məsələlər gələcək. Riyaziyyat, həqiqi mənada, sözün həqiqi mənasında riyaziyyatla tanış olursunuz artıq. Və özünüzü belə deyək, toparlayın. Yaşınıza görə gücünüz də var, zehniniz də var, ağıllısınız da. Sadəcə özünüzü biraz əziyyətə salın. Yəni uşaq deyilsiniz. Körpə uşaqlar necə yazı yazmağı öyrənirlər. Siz də yavaşca bunu öyrənəcəksiniz. Etap-etap. Özü də mən burada izah edə çalışın, yazın bunları özünüz üçün. Məsələni köçürün, cəmi 3 cümlə məsələdir. Bəziləri tənbəllik edir. 3 cümlə məsələdir. Məsələni köçür dəftərinə yaz. Ardıcıllıqla bunu həll elə. Sonra bu həllə baxmadan məsələni qabağına qoy başqa bir vərəqdə. Çalış bunu həll eləyəsən. Buna baxmadan həll elə. Bunun izahına 3-4 dəfə bax. Hissə başa düş. Sonra bunun izahına baxmadan bir kənarda özün üçün həll elə. Onu eləməsən, mən sənə heç bir köməklik eləyə bilməyəcəm. Yəni, bu metakognitiv biliyi özündə formalaşdır. Özünü necə öyrənirsən, onu formalaşdır özündə. Ki, kənarda get, otur, özün üçün həll elə. O zaman başa düşəcəksən. Buna baxdın, tamam, izahını dinlədin. 2 dəfə, 3 dəfə, 1 dəfə ilə heç nə olmaz. Hissə, gör müəllimə necə tapdı. Sonra get, kənarda həllə baxmadan, mənim yazdığım həllə baxmadan, özün kənarda həll elə. Bax, o zaman anlayacaqsan bunun həllini. Başqa cür bunun rahat variantı yoxdur. Tənlik qurmaq üçün bunu eləməlisən. Belə oldu, sağ olun, təşəkkür edirəm.